Riyaziyyatda çox məşhur bilinən 4 rəqəmli bir ədəd var ki, dəyərli insanlar. O da ki 1089-dur. Bu necə işləyir? Gəlin 3 rəqəmli bir ədəd götürək. Məsəl üçün 492. Şəhriyar bəy, Buyur. olar mən istədiyim bir rəqəm olsun, ona görə bizi başa salasınız. Əlbəttə ki. Buyurun. 532 olsun. Olsun 532. Birinci qayda nədir? Birinci qayda. 532-ni çevirək tərsinə. 235. Ümid edirəm görə bilirsiniz. İkinci qayda nədir? 532-ni çıx, daha doğrusu, 532 235 bərabərdir. Neçə eləyir? 297. Üçüncü qayda nədir? Birinci qaydadakı olduğu kimi 297-ni yenə də tərsini çeviririk. 792. Dördüncü qayda isə 297 üstə gəl 792. Cavab 1089. Demək olar ki, 3 rəqəmli ədədlərdən hansını götürürsənsə, cavab yenə də 1089 alınır. Buna riyaziyyatda sehirli görünən qayda deyirlər. Bəs sizin bildiyiniz başqa qayda varmı? Gəlin rəylərdə görüşək.